Karabağ. Ey, yattan çıkmaz Karabağ kadanım ey. Aleme cennete dönse, ey aleme cennete dönse, vallahi yattan çıkmaz Karabağ. Dudun yana derdin alma, derdin alma ey. Aziz dostlar, olandan səsimiz olmasa da üzrü hesab eləyin. Gəlmişəm Laçın Ağbulaq kəndinə. Bax, bu gözəl vətənimi ziyarət edirəm. Bugünkü gündə gəlib belə ziyarət eləməyimiz, həmişə demişəm, video çəkilişlərimin hər birində baxsanız görəcəksiniz. Həmişə şəhidləri yada salmaq, qazilərimizi, ordumuzu, cənab prezidentimizin, yəni əziyyətin heç vaxt itirməmək kimi özümə borc bilib hər zaman, yəni mən bildirmişəm ki, onların hesabına sayəsində büyünlərim doğma vətənimizdəyik. Yenə də mən özümə borc bilib onları yad eləyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, ordumuzu Allah qorusun, prezidentimizi Allah qorusun. Görürsünüz də dostlar, nə gözəl yerlərdir. Yəni o dağın o tərəfindən, bax bu sıldırım yerlərlə gəlmişəm. Görürsünüz də meşəli, bu qayaların üzü ilə, burayla bax, piyada o qayanın üzü ilə çıxmalıyam o bir tərəfə. Ki çıxan yuxarı, gəlmişəm bax, buranı ziyarət edirəm. Hər birinizə qismət olsun inşallah. Gəlin, görün, gör nə gözəl yerlərimiz var. Allah bir də xalqımıza, millətimizə yaman gün göstərməsin. Sağ olun dostlar. Hər birinizə qismət olsun belə bir gün inşallah.